Salam uşaqlar, hər vaxtınız xeyir. Bu gün danışacağıq sizinlə mürəkkəb sözlərdən. Biz dedik sözün quruluş üç növü var: sadə sözlər, düzəltmə sözlər, mürəkkəb sözlər. Sadə sözlər kök və ya şəkilçidən yəni qrammatik şəkilçisindən ibarət olur. Məsələn, kitab sözün köküdür. Bir də var kitablar. Kitablar. Yəni sözdə kök və yaxud kök və qrammatik şəkilçini görürsünüzsə, bunlara nə deyəcəyik? Sadə. Yəni bir sözdə leksik şəkilçi yoxdursa, o təbii ki, nədir? Sadədir. Qrammatik şəkilçi sözün quruluşuna təsir etmir. Düzəltmələr isə dedik, sözün kökünə leksik şəkilçilər artırmaq yolu ilə düzəlir. Məsələn, dəniz, dənizçi, balıq, balıqçı, ot, otluq, düzən, düzənlik, sonra nə deyə bilərik? Kənd, kənddəki. Buna da aidca bir video çəkərik. İndi danışacağıq biz nədən? Mürəkkəb sözlərdən. Mürəkkəb sözlər iki və daha artıq sözün birləşməsindən əmələ gəlir. Yəni mürəkkəb sözün tərkibində iki və daha artıq müstəqil leksik mənalı söz olmalıdır. Bunlar birləşməlidir ki, mürəkkəb söz əmələ gətirsin. Və mürəkkəb sözlərin yazılış qaydası necədir? Mürəkkəb sözlər bitişikdə yazıla bilər, defisdə yazıla bilər, ayrı da yazıla bilərlər. Yəni müxtəlif şəkillərdə yazıla bilirlər. Bitişik və defisdən yazılanlara biz mürəkkəb, sözün əsl mürəkkəb sözləri deyəcəyik. Yəni defis və bitişik yazılanlara deyəcəyik ki, əsl mürəkkəb sözlər. Ayrı yazılanlara isə tərkibi mürəkkəb sözlər deyəcəyik. Məsələn, defisdən yazılanlara nümunə göstərək, defisdən yazılanlara nümunə göstərək. Hara getdi bu? Defisdən yazılanlara nümunə göstərək. Sən ev, eşik. Görürsünüz, defislə yazıldı. Sonra bitişik yazılanlara dəvə, dabanı. Bax, bu defislə yazılanlar və bitişik yazılanlar sayılacaq əsl mürəkkəblər. Əsl mürəkkəb sözlər. Ayrı yazılanlar isə tərkibi mürəkkəb sözlər sayılacaq. Və mürəkkəb sözlərdə bax, bu işarə var ha, uşaqlar. Bu defis işarəsidir. Defis. Bunu bəzən uşaqlar tiri ilə qarışdırılır. Tiri deyil. Bu defisdir. Mürəkkəb sözlərin əmələ gəlməsində iştirak edən bu işarə var ha. Buna defis deyəcəyik biz. Və mürəkkəb sözlərin tərkibində bəzən leksik şəkilçilər işlənir. Biz deyirik, sözün kökünə və başlanğıc formasına leksik şəkilçi artırmaqla düzəltmə sözlər yaradırıq. Bu doğrudur. Amma mürəkkəb sözün tərkibində leksik şəkilçini görsək, o yenə mürəkkəb sözdür. Mürəkkəb sözə qoşulan leksik şəkilçi onu mürəkkəblikdən çıxartmır. Məsələn, xoşbəxt sözü var, ən məşhur söz. Xoş və bəxt sözlərindən əmələ gəlib də mürəkkəb sözdür. Və buna lik şəkilçisini artırırıq. Bəzən uşaqlar buna düzəltmə deyir. Uşaqlar niyə düzəltmə sayılsın ki? Xoş və bəxt sözləri birləşib xoşbəxt mürəkkəb sözünü yaradıb. Və bu mürəkkəb sözə nə qədər leksik şəkilçi artırırsan artıq, o yenə mürəkkəbdir. Yəni düzəltməyə çevrilməyəcək. Deməli, xoşbəxtlik sözü nədir? Mürəkkəbdir. Sonra bədbəxt sözü var. Bəd və bəxt sözlərindən birləşir. Bəd nədir? Pis deməkdir də. Bəxt də tali, yazı deməkdir. Bədbəxt sözünə lik şəkilçisini artıraq bədbəxtlik. Bu yenə mürəkkəb sözdür. Burada yadda saxlanılacaq qayda nədir? Mürəkkəb sözə nə qədər leksik şəkilçi qoşursan, qoş, o yenə mürəkkəbdir. Düzəltməyə çevrilir. Yəqin ki, bura qədər aydın olar. Və mürəkkəb sözlər həmişə bir vurğu altında deyilir. Bir vurğu altında. Yəni demirik, dəvə dabanı. Dəvə dabanı deyirik. Ev, eşik. Demirik ki, ev eşik deyirik. Görürsünüz, bir vurğunun altında deyirik. Mürəkkəb sözlərin əmələ gəlmə yolları müxtəlifdir uşaqlar. Müxtəlif şəkildə yaranır mürəkkəb sözlər. Məsələn, gəlin onların yaranma yollarına baxaq. Birinci yaranma yolundan danışaq. Yaxın mənalı sözlərin birləşməsindən uşaqlar. Yaxın mənalı sözlər birləşərək mürəkkəb sözlər əmələ gətirir. Məsələn, deyirəm ki, yorğan, döşək. Yorğan, döşək. Sonra deyirəm dəftər, kitab, dəftər, kitab. Görürsünüz, bunlar necə yazılır? Defislə yazılır. Deməli, yaxın mənalı sözlərin birləşməsi ilə mən mürəkkəb söz əmələ gətirirəmsə, onlar necə yazılacaq? Defislə yazılacaqlar. İkinci, antonim sözlərin birləşməsi ilə. Antonim sözlərin birləşməsi ilə yarananlar da defislə yazılacaq. Məsələn, deyirəm ki, ağ, qara, ağ, qara, qara, gecə, gündüz və yaxud səhər, axşam,
Görürsünüz, defislə yazılır. Antonim sözlərdir deyə. Sonra az, çox, gec, tez, böyük, kiçik, yaxşı, yaman, dərə, təpə və s. Gördünüz, əks mənalı sözlərin birləşməsindən yarananlardır. Necə yazıldı? Defislə yazıldı. Defislə. Eyni sözün təkrarı ilə yarananlar. Eyni sözün təkrarı nədir? Məsələn, tez təkrarı, tez. Az, az. Bir, bir. Çox, çox. Görürsünüz, eyni sözün təkrarından yarananlar da defislə yazılır. Asta, asta və s. Eyni sözün təkrarından yaranan mürəkkəb sözlər oldu. Üçüncü qrupumuz. Deməli, bunlar da necə yazıldı? Defislə yazıldı. Sonra qeyri sözünün köməyi ilə yarananlar var. Baxın, dördüncü qrupumuz nədir? Qeyri sözünün köməyi ilə yarananlar. Qeyri. Qeyri sözünün köməyi ilə yarananlar necə yazılır? Yenə defislə yazılacaq. Baxın, qeyri, adi, qeyri, dəqiq, qeyri, müəyyən və s. Bax, indiyə qədər neçə üsul keçdik? 4 dənə. 4 cür yaranan mürəkkəb sözlər. Yaxın mənalı sözlərin köməyi ilə yorğan döşək, əks mənalı ağ-qara, sonra eyni sözün təkrarı tez-tez, qeyri sözünün köməyi ilə qeyri-adi, qeyri-dəqiq, qeyri-müəyyən. Bunların hamısı necə yazıldı? Defislə yazıldı. Sonra keçək növbəti məsələyə. Nə deyə bilərik burada? Burada deyə bilərik ki, 2 bəzən də 3 müxtəlif sözün birləşməsi ilə yarananlar. 2, bəzən də 3 müxtəlif sözün birləşməsi ilə yarananlar. Bunlar necə yazılacaq? Ayrı yazılacaq. Bitişik yazılacaq. Ayrı nə idi? Lənə şeytana. Bitişik yazılacaqlar. Məsələn, uca və boy sözləri birləşir, uca boy sözünü yaradır. Görürsünüz, 2 müxtəlif sözün. Və yaxud əl, üz, yuyan. Görürsünüz, əl, üz və yumaq sözlərindən birləşərək bitişik yazılır. Sonra su, səpən. Görürsünüz, su və səpmək sözlərinin birləşməsindən əmələ gəlib. Sonra it, burnu. Görürsünüz, it və burun sözlərinin əmələ gəlib bitişik yazılır. Su, iti. Görürsünüz, su və iti sözlərinin birləşməsindən əmələ gəlib bitişik yazılır. Və yaxud stol, üstü. Görürsünüz, stol və üstü sözlərinin birləşməsindən əmələ gəlib ayrı bitişik yazılır. 5 mərtəbəli. 5 və mərtəbəli sözlərin birləşməsindən yaranaraq bitişik yazılan mürəkkəb sözlərdir. Sonra mürəkkəb sözlərin yaranma yollarından hansıları var? Bir dənə də üsulumuz var ki, bu da tərəflərindən bir ayrılıqda işlənə bilməyən sözlərin köməyi ilə. Məsələn, çör, çöp və yaxud az, mas. Bunlar da defislə yazılır. Tərəflərindən bir ayrılıqda işlənə bilməyən sözlərin köməyi ilə. Bu nə deməkdir? Uşaqlar, baxın, tərəflərindən biri nədir? Az və mazın tərəflərindən biri azdır, biri də mazdır. Az, maz. Burada maz, ayaqqabıya vurduğumuz mazdan söhbət getmir. Uşaqlar, deyirsiniz ki, müəllim, niyə mazın mənası var? Az, maz. Yəni, azın mazıdır da bu. Burada görürsünüz, maz ayrılıqda bir müstəqil leksik məna bildirmir. Ona görə deyirik ki, tərəflərindən bir ayrılıqda işlənməyən sözlərin köməyi ilə. Məsələn, deyirik, kağız, çuğuz. Kağızın nə olduğunu bilirik. Çuğuz deyə bir söz var, yoxdur. Görürsünüz, tərəflərindən bir ayrılıqda işlənə bilməyən sözlərin köməyi ilə yaranır. Və bunlar da necə yazılır? Bunlar da defislə yazılır. Bax, bunları yadda saxlayın. Bu hissələrdə defislə yazılır. Sonra əvvəlində əks sözü var, eks sözü var, vitse sözü var. Sonra nəyi göstərə bilərik? Kontur sözü var, kontur. Bir də ober. Ober və elmi sözləri. Bax, tərkibində bu sözlərlə yarananlar isə defislə yazılacaq yenə. Tərkibindəki sözlərdən biri bax bunlardandırsa, onlar da defislə yazılacaq. Gəlin göstərim. Vitse prezident. Görürsünüz, tərkibində vitse var. Necə yazıldı? Defislə yazıldı. Əks
Tərkibində baxın, əks sözü var. Əks, inqilab. Görürsünüz, defislə yazıldı. Sonra başqa bir dənəsini göstərək. Elmi, kütləvi. Görürsünüz, bu da defislə yazıldı. Deməli, tərkibində əks, eks, vitse, konter, ober, elmi sözlərindən biri varsa, onlar da necə yazılacaq? Onlar da defislə yazılacaq. Sonra başqa bir yolda izafət tərkiblərinin hesabına yaranan mürəkkəb sözlərdir ki, onlar da defislə yazılır. İzafət tərkib, məsələn, tərcümeyi hal. Bunlara bax, izafət tərkibləri deyirlər. Sonra nə deyə bilərik? Tərzi hərəkət. Tərzi hərəkət. Tərzi hərəkət deyə bilərik, kəlmə-i şəhadət deyə bilərik, kəlmə-i şəhadət. Bunlar da necə yazılır? Defislə yazılır. Bir də burada biri qaldı. A, ha bitişdiricisinin köməyi ilə, bir də ba, bə bitişdiricisinin köməyi ilə yarananlarda bitişik yazılır. Məsələn, deyirəm ki, vur, ha, vur. Görürsünüz, ha ilə yarandı, bitişik yazılır. Məsəl üçün, növ, bə, növ. Görürsünüz, bə ilə yarandı, bitişik yazıldı. Gəl, ha, gəl. Görürsünüz, ha ilə yarandı və bitişik yazıldı. Bu ba, bə, a, ha bitişdiricilərinin köməyi ilə yarananlar da necə yazılır? Defislə bitişik yazılır. Bax, bunlar da mürəkkəb sözlərin digər qolu sayılır.